Kızlarım. Ballarım. Qardaşımız paxıllıq eləyir, qoymursa çəkim. Kızlarım. Hara gedirsiniz? Bunun əyninə olmayan paltarları dəyişməyə gedirik. Arkadaşlarımı göstermek istemiyorum. Ne yaptılar aşkım? Sizi sakladılar. Ha? Sizi sakladılar bir tane. İndişecektim ben. Sen saçım oldu, sen saçım oldu. Herkese yeni bir günden merhaba. Necəsiz? Ne var ne yok? İnşallah gününüz, Yaxşı. hayatınız güzel geçir. Daha da yaxşı keçsin inşallah. Kərimin paltar almışdım, o paltarları göstərmişdim. Hətta sizə əyninə balaca qaldı. İndi gedirəm Kərimlə bir yerdə onları dəyişdirməyə. Neyinirik balam? Neyinirsən? Uzaktan. Kərimin kərməsinə getmişdim okula. Gələndə əynimdə şeyim vardı, dəri montum vardı. Əynimdə olduğu dəqiq yadımdadır. Amma evin içində tapa bilmirəm biraz. Ən zəhləm getdiyim şeydir. Bir şey axtaram, moment tapa bilməyim. Ən nifrət elədiyim şeylərdən biridir. Ben psikoloji dedi. Tabletimi de yanımda ama ya. Tabletim de ya. Hə. Kulaklığımı gelmişim şeyimin üstüne, tahtamın üstüne koymuşam. Tabletimi sokmuşam şarkı dinlemek için derecede. Gittim spora bağlıydı o zaman. Geri qayıtdım. Böyle tam odama girdim. Böyle baxanda dedim ah kulaklık. İndi bizde de akşam gireceksiniz ama ah mont. İnşallah. Ümumiyyətcə bir şey tapmayanda kafam takılır ona, onu tapana qədər. Ya da bir şey düzəldirəmsə, əgər düzəldə bilmirəmsə, takılıram ona. Onu düzəldənə qədər yəni uğraşıram da. Bu da elə ancaq eləyir, videolar dağıdır. Onu tapana qədər uğraşıram. Ən nifrət elədiyim şeydir, axtardığım şeyi tapa bilməyim. Nə bilim, inşallah evə gələn kimi taparam. Prensiplərim pozulur. Nədir? Anne olmak çok bir şeydi. Sen ben neyin adın indi? Ne dedin? Anne olmaya çok, Ondan demedim. Ondan kabak ne dedin? Ben sana çok iyi. çok iyi diyorum. Anne olmayı nedir? Anne olmayı böyle şeydi. Zoruymuş değil mi? Hı hı. Elim kırıldı. Ay. Vay. Herkese yeni bir günden günaydın. Size normal bir video seçe bilmirəm. Seçe bilməməyimin səbəbi də məlum məsələ daşınırıq. Ona görə sizə evin halını göstərir. Mən anlayacaqsınız. Bir dəqiqə qıraqdan qalıb evimi göstərəcəm sizə. Evə baxın. Prosta eve bir bakın. Evin halına bakın. Anamın otağı. Bir tane kuxuna normaldı. İndi bu qablar yığışdırılacaq. Oradan poşet götürüldü. İndi onlar yığışdırılacaq. O qədər. Yuxarını sizə göstərirəm. Bizi bir dənə qara poşet qarşılayır. Bunlar çöpdür. Ortalığın halına baxın. Görürsünüz. Bir çox şey yer bir eləmişəm demək olar. Bir çox şey boşaltmışam. Bir çox şey hazırdır. Amma mən yorulmuşam. Bitik durumdayım. Və artıq heç nə eləmək istəmirəm. Başımı götürüb qaçmaq istəyirəm. Zarafat eləmirəm. Nəyə hara qoyacağımı bilmirəm. Şaşırmış durumdayım. Atıram. Sürəkli bir şeyler atıram. Hələ də bir şeyler çıxır. Hələ də bir şeyler bir yerlere koymaq lazımdır. Bitmiş. Çok bərbaddır ortalıq. Evdə tərpənməyə yeri yoxdur. Hər şeyin üstündən tullana keçirik o yana, tullana bu yana. Hələ bu həftə daha da beter olacaq evin halı. Çünki bu həftə bu evdə son həftəmizdir. Bu həftə bütün yer yığışlar tamamlanmalıdır. Dəlixanadır. Bildiyiniz dəlixana. Mən də toparlayıb bitirməyə çalışıram. Ay, bugün də işin arasında bir də bazara dəyməliyəm. Mütləq.
Cərəm uşaqda göbələklərin yanında uzanıb, oturub daha doğrusu onlara baxır. Mən də işlərimi görməyə çalışıram. Bir də ən zələmcə etdiyim şey işimin ortadan bölünməsidir. Məsələn, işi görürəm, işim bölünür. İşi görürəm, işim bölünür. Ən zələmcə etdiyim nöqtələrdən biridir də. İstəyirəm ki, işimi başlayayım, sonuna qədər eləyim, bitsin. Amma yox, işi görməyə başlayıram, işdik. Uşaqlar ağlayır, gedirəm, yetizdirməliyəm. Uşaqlar ağlayır, tık, gedirəm, mənim altın dəyişməliyəm. Bu belə sürəkli işim bölünür, ona görə ay kafamın içi o kadar doludur, o kadar doludur. Sizə anlata bilmərəm. Ay, yaxşı yadıma düşdü, hələ kenqurular qalıb qapının. Hələ bu qapının dalı qalıb, bu qapının dalı yığışdırılmalıdır. Unutmuşam təmiz. Of. Of. Of, yine of. Her şeyi atmaq istəyirəm. İçimdən belə hər şey atqısım gəlir. Her şeyi bırakıp bu evden, o evi böyle olduğu için bırakıp kaçasım gəlir. Yapacak bir şey yok ama. Bu işler məni gözləyir. Hamısını mən eləməliyim. Bu arada saçım yağlı kimi görsənir, amma saçım əsla yağlı deyil. Bu çolkam niye belə olur mən də bilmirəm. Bax, darayıram, düzəlir. Görürsünüz. Saçım asla yağlı deyil. Yani başım təmizdir, amma təmiz olmağına baxmayaraq çolkam elə yəni ayrılır bir-birindən. Çox aşırı dəndan olur. Sanki yağlanmış kimi görsən, amma yağlı deyil. Ay. Çox fazla ıvır zıvırım var. Çox. Və bəzi şeylər var ki, atılacaq deyil. Bəzi şeylər var ki, mənə özəldir. Bəzi şeylər var ki, birinə veriləsi şey də deyil. Yəni mənə özəldir. Da, işte. Allah köməyim olsun. Uşaqlar yay paltarına keçiblər. Dəniz də belə geyinmişdi. Prosto dəniz üstünü kirlətdi deyə dəyişdirdim. Eyni geyindirmişdim aslında ikisini də. Ya qurban olaram. Salam deyin hamıya. Annem yığışdırır deyin. Biz də ona mane oluruq sürəkli deyin. İmkan vermirik ona. Al birliğiyle imkan vermirik ona. Bu hərəkətdə də çox danışır, amma ən çox mənə ot qoyan budur. Bu Dönüş xanımdır, bu Dönüş xanım. Bu heç durmur, bu kız heç durmur. Bu kız doymuyor. Bütün günü mıcamız. Nerede aşkım? Canım. Güya iş görməliyəm. Bismillahirrahmanirrahim. Şu an düşsün. Güya iş görməliyəm da. Bunlar burada yatıstırıram. Mən də dəhşət iş görürəm. Bütün işlərim yarımçıq qalıb. Heç nə eləyə bilmirəm. Bıraxıb gedə də bilmirəm. Yemək pişirməliyəm. Onu da eləyə bilmirəm. Heç nə eləyə bilmirəm. Bildiyiniz kimi deyil. Of. Hazırım, papağızım yok. Hala biraz var da biz gedirik diye erken olsun. Bugün gibi ben getirdim arkadaşlar. Vay. Ben özüm takan adı hardadı? Yoktu. Bizdeydi. Bunu da takarsan. Onu da takırdım da. Onu takmamısın. Nasıl? O birisini. O şeyden aldığım değil. Ada bunu deyirəm takarsan da bu ondandır. Yaxından göster. Yaxından çəkimsin. Ay, çok sağ ol aşkım. Obdanələrin də adından da, amma obdanalar hələ çox balacadır da. Üçü birdən. Abi danalar sonra verir. Sevdim. Başka bir yeni gündən hamınıza salamlar. Videonu açdım. Bir dağıxanadır. Hələ də əşya toplayırıq. Böyük ehtimalla bundan sonra gələn video anamın əşyaları evə, anam üçün tutduğumuz evə daşındığımız video olar. Çünki çox dağınıqdır. İşləri tam olaraq rahat da görəmirəm. Bir çox işi gecə görürəm. Gündüz bir çox işi görə bilmirəm bu göbələklərdən dolayı. Gündüz çünki çox yatmırlar. Yuxuları çox qısadır, çox uzun deyil. Ona görə qısa yatdıqları üçün mən də işimi çox qısa görürəm. Toplayırıq. Görək necə olacaq, nə edəcəyik.
Saçım, başım, özüm çox dağılmış haldayam. Kusura baxmayın. Qabağınıza belə çıxmaq da istəmirəm. Anamın üçün tutduğumuz evə gətirdik əşyaları. İlk öncə mətbəxin əşyalarını gətirdik. Bacımla bir yerdə gəldik əşyaları yerləşdirməyə. Uşaqları da özümlə hətta gətirmişdim. Çünki bəbələr bilirsiniz məndən ayrı ola bilmirlər. Onları əmizdirirəm indi. Ramin bizə sağ olsun, balaca bir dönər qonaqlığı verdi. Yemək yeyib qarnımızı doyurub davam elədik və evi tamamilə boşaldılmış halını görürsüz. Heyf ki, 2 dənə uşaqla mənim üçün çox çətin oldu. Evin o daşınmağımızın hər detayını sizə göstərə bilmək istəyərdim, amma heç nə göstərə bilmədim. Sadəcə belə boş evin halını çəkib sizə göstərə bilirəm. Onu da hətta mən çəkmədim, Ramindən xahiş elədim. Çamadanlarımız görürsüz evdədir, hamısını başına badikləmişəm, elə bir təzə gəlin gedirəm. Burada hətta görəcəksiniz ki, Kərimin meblini də hələ evdən çıxarmamışıq. Onu da başqaları gəlib götürəcəkdi, ona görə çıxarmamışıq mebeli. Mebel durur olduğu kimi. Əm, Bütün evi boşaltmış olduq, amma mənim çətin oldu. Həm 2 uşaq, həm bu boyda əşyanı çıxartmaq, nə qədər əşyamızı atmaq məcburiyyətində qaldıq. Başqalarına nə qədər əşya verdik, hələ nə qədər də anamın evinə, anam üçün tutduğumuz evə getdi. Yəni belə, ancaq boşalda bildik evi. Hələ də görürsüz ki, bir şeylər var evin içində. Bunların hamısı qırıldı, söküldü, sonradan atıldı. Artıq bu hissələri mən sizə göstərə bilmirəm, çünki mən bu hissələrdə artıq o evdə deyildim. Bunlar dediyim kimi hamısını gəlib götürəcəklər, birilərinə verdik, başqalarına verdik. Yəni anamın evinə artıq yerləşmirdi. Bu ev isə anamın evidir, anam üçün tutduğumuz evdir. Çox qəşəng, çox minimal, şirin və şəkər evdir. Çox bəyəndik. Bütün aldığımız böyük əşyalar, yəni mənim olan bütün böyük əşyalar falan hamısı bu evə getdi. Təzə bir sürü zaten əşyam vardı. Bu arada bu videonun da kalitəsi fərqli ola bilər, çünki bunu da mən çəkməmişəm. Anam çəkib mənə atıb. O qədər hər şey belə qarşılıqlı oldu ki, Bakıda həm evə köçmək, həm Bakıya gəlməyimiz hamısı üst-üstə eyni vaxtda düşdüyü üçün mən hızlı bir şəkildə evin turunu sizə eləyə bilmədim. Ona görə anamdan xahiş elədim mənim üçün evin videosunu çəksin, mən atsın ki, sizə videoda göstərə bilim. Bu arada gördüyünüz kimi hər şeyi hazırladıq. Anam tamamilə köçürdü. Ondan sonra biz gəldik Bakıya və mənim çiçəklərim çox gözəl açıblar. Onlarla necə məşğul olmuşdum. Hamısını bir-bir öz əllərimlə düzəltmişdim. İnşallah anam onları gülə xeyirlisi ilə istifadə eləyər, xeyrini görər, çiçəklərimə bol-bol sularını verər ki, solmasınlar. Çox sevirdim mən güllərimi, çünki mən torpaqla və çiçəklərlə bir arada olmağı aşırı çox sevirəm. Ən sevdiyim şeylərdən biridir. Bu arada anamın üçün tutduğumuz evi aşırı çox bəyəndik, çox ürəyimizcə oldu, çox rahat. Anam üçün tam belə 2 nəfərlik ailənin və tək insanın yaşaya biləcəyi evdir. Böyük ailə yaşaya bilməz, düzdür, amma belə çox qəşəng, şirin ev oldu. Burada əşyaları gördünüz, hamısı sizə tanış gəlir böyük ehtimalla. Hamısını çox qəşəng bir şəkildə yerləşdirdik. Hətta divarlara işıqlarını belə vurdum. Çünki anam da çox sevir bu işıqları. Onları da vurdum anam üçün qəşəng səliqə ilə. Orada gördüyünüz lüstru anam özü üçün təzə aldı. Hər şeyi belə gözəl yerləşdirdik və anamı daşındırmış olduq. Ondan sonra da Türkiyə şeye getdik. Ondan sonra da Bakıya gəldik. Bu arada bir çox əşyanı, bəzi əşyalarımı satdım, bəzi əşyalarımı başqalarına hədiyyə elədim, bəzi əşyalarımı atdım. Elə əşyalar vardı ki, sırf mənə aid idi, amma onları gətirə bilmirdim, çünki yerim yox idi, məcbur onları atdım. Bəzi əşyalar vardı ki, kiməsə verə bilərdim, onları verdim, bağışladım kiməsə. Belə-belə yavaş-yavaş hamısını səliqəli bir şəkildə yerləşdirmiş olduq. Burada Padruqamgildən gəlirəm və bu son dəfə Raminlə motosikletə minməyimizdir və yolu çəkirəm, Türkiyə ilə içimdə vədalaşıram. Ona görə bu videonu çəkirəm. Çünki mən bu yolları çox getdim, gəldim. 8 il yarım az bir sürə deyil. Adematla bir şey. Hala 2 dənə var. Bu video çək. Hala hangi 2 dənə var bu var? Hangisinde? Hə? Hangisinde? Azərbaycana gidiyorum. Ben İstis geleceğim. Sen de mi geleceksin? Tamam, sen de gel. Bekleyeceğim, tamam. Hala. Gayet komik. Ben buradayım. Şey dedim. Ne oldu? 2 dənə var burada. Yok babam. Aa, biriktiğine baksana. Kim taktı biriktiğini? Evet, tamam. Çok sıkmamışsın ağzını boynunu. O elə durur. Diğer tasması da elə dururdu. Kedilerin tüyleri var diye şey belli olur boyunları. Şey tasma takanda tüyleri içeri girir, boyunları belli olur. Eri vəhşi kimse Şilo. Sen yolda gezi yapmıştı içeride. Sen yolda yapmıştın.
O onun yanında her zaman yatır. Tomik ve Emine ve kamera senden bir gün sonra bıkacak. Kesinlikle değilim. Abi düzgün sevsene. Ben bunu, Sen de düzgün sevmiyorsun ama. ben bunu seviyorum. Nereye gideceğiz ya? Başını fırışlasın oradan. Kerim. Özün buradan. Düşmez. Arzu. Düşmez. Sulkaya vuracaktın. O yetti. Ay. Ver sulkulanı sen. Belime salın sulkun. Başa düşürsən sən? Tamam. Düşeceğim. Gəl. Ver Gəl sən öpüm. Hele burada da şey. Ha, ben zannettim bunu ağlatayım. Ana alayım. Gəl sən öpüm hələ. Kerim, Bunu ver. halayla sağollaşdın. Bir de bunu ver. Arzu düşmüş ağacın aşağıya. Nene ver de abi. Nene ver abi. Uşu Şöyle yalan sıkı. içme. Hep içim. Ağacın aşağı düşsen. Mənim teleskop kamera. Anam mənimlə aşağıda sağollaşdığı üçün onun sağollaşmağını çəkə bilmədik. Çünki Raminin başı qarışdı mənim əşyalarımı, yəni əlimizdə olan əşyaların qalanını maşına yerləşdirməyə. Ona görə anamla vedalaşmağımı çəkə bilmədim. Mən özüm də o moment telefonu əlimə almadım, çünki o hayda değildim. Anamla da ağlaşdıq, qucaqlaşdıq, sağollaşdıq, öpdü, qoxladı nəvələrini və bizi yola saldı. Burada da biz yoldayıq. Düzün sözü üzüm gülür, amma nə hiss elədiyimi özüm də bilmirəm. Sevinirəm, üzülürəm, nə hiss eləyirəm bilmirəm. Duyğu qarmaşası içindəyəm deyə bilərəm sizə. Və bir bərabər yola artıq düşdük, gedirik samolyota, təyyarəyə. Çünki ilk dəfədir minəcəyəm təyyarəyə. Əslində həyecanlı da deyiləm, amma bilmirəm nə hiss eləyirəm. Asıram. Gedirsən? Yaxşı. Yaptı ki. Bu yer uzun yer. Mən oradan özümü soxmaq istəyirəm kameraya, sən mümkün deyil. Doğrudan gedirik. Özümə çörək düzəltmişəm, onu yeyirəm. Bəziləri belə şeylərə pis baxa bilər. Mən gayet normal baxıram. Yəni ürəyim əgər yemək istəyirsə yeyirəm. Hə? Yox, eləyən eləyir, heç də elə deyil. Xaricilərin hamısı yanında yemək daşıyırlar. Bizim millətlər də öz belə şeyə pis baxırlar. Yəni yemək götürdüm biraz özümlə. Çünki səhər ürəyim bulandı. Zaten biraz yemək yedim. Səhər uşaqları yedizdirəm. Səsim də bu arada gedib aşırı yorğunluqdan. Çox yorğunam, ona görə səsim də sıfırdı. Və bir şeylər göstərim sizə. Yaxşıdır, yerindədir. Bəbək arabasını dedilər bizdən şeyin də ağzında alacaqlar. Qapının ağzında alacaqlar. Kırmızı olurlarsa uğraşıp kalmadan. Uçağa biniyoruz, uçağa biniyoruz. Şimdi biz uçağa girdik. Yok, girməmişik də herhalde. Bu hələ yoldur. Oradan uçak. Hayatımda ilk dəfədir təyyarəyə minəcəyəm. Türkiye'ye gelen de bilmedim. Yo, avtobusdan geldik ya biz. Onda yollar açıqydı. Haklarının seyre savunduğu süreçlerin saklanması ne zamandır Osahide was speaking. For your comfort and safety, please follow the instructions of the cabin crew. Powerbank devices must be stored in the over. Geriye gidiyor.
Bizi yan-yana otuzdurmadılar Raminlə. Çünki ikili qoltuqlarda oturmuşduq. İkili qoltuqların da belə bir şey var ki, başın üstündən düşən o oksigen maskaları 3 dənə olur və 2 dənə qoltuqda uşaq da sənin qucağındadırsa və 3 dənə üçüncü maskanı uşağa salmaq üçün elə istifadə edə bilərsən. Yəni ona görə də 4 nəfər otura bilməz, yəni eyni sırada. Mütləq 3 nəfər oturmalıdır. Ona görə Kərim mənim yanımda, Ramin də mənim bir arxamda oturmuş oldu. Uşaqlara əlavə bir dənə kəmər verdilər və kəməri biz özümüzə bağladıq uşaqlarla bir yerdə. Və mən burada Türkiyə ilə içdən içə sağollaşıram. 8 il yarım az bir müddət deyil və mənim ən gözəl, ən cavan, ən belə özümü tanıdığım, bildiyim illərim Türkiyədə keçdi. Çünki mən Türkiyəyə gələndə 24 yaşındaydım, 25 yaşımı Türkiyədə tamamladım. İndi də qaydanda 32 yaşındayım və 33 yaşın içindəyəm. 33 yaşımı düzlərini tamamlamamışam, amma yəni az bir müddət deyil, 8 il yarımım keçdi Türkiyədə. Çox gələndə çox uşaq idim, çox şeydən xəbərim yox idi. Bir çox şey bilmirdim. Dünyanı tanımırdım deyə bilərəmsə, insanları tanımırdım deyə bilərəmsə. Türkiyə mənə çox şey öyrətdi bu həyatda. İnsan nəsib getdiyi yerlərdə bir çox şey öyrənməyi nəsib eləsin ona həm də insan getdiyi yerdə bunu bilməlidir ki, getdiyimiz yerlərdə hər zaman biz bir şey öyrənirik. İstəyir o yerlərdə pis xatirələrimiz, istəyir də yaxşı xatirələrimiz olsun, heç fərq eləməz. Türkiyədə mənim hər cür xatirəm var. Təşəkkür edirəm burada mən Türkiyəyə ki, mənə çox gözəl xatirələr yaşatdı. Çox gözəl də vədalaşdıq onunla. Çox gözəl də illərim keçdi. Pis, yaxşı hər şeyi yaşadım. Ona çox sağ ol deyirəm. 3 nəfər getmişdik, 5 nəfər geri qayıdırıq. Raminin dediyi sözdür bu. Bu arada təyyarə mənim ilk təcrübəm idi. Amma ona baxmayaraq dedim ki, çox mənim üçün dəyişik olacaq, fərqli olacaq falan filan. İnanın Allah, avtobusdan heç bir fərqi yox idi mənə görə. Niyə görə bunu deyirəm? Çünki avtobusda da oturursan, terrasa uca çıxanda ki, pəncərədən çölə baxanda heç bir mənası qalmır çölün. Çünki hər yer eyni olur, terrasın ətrafı. Bu təyyarədə də mənim üçün elə idi. Yəni ətrafa baxanda hər yer bulud idi. Bir tək bu buludu çəkdim, çox qəşəng görsənirdi ona görə. Yeməyimizi gətirdilər. Bilmirəm. Üstünə yazılıb da nə olduğu bala. Mayonez. Aha. Ekmek. Mən kofe, Kərim portağal, mən makaronla ət, Kərim toyuqlu düyü, bizdə də yavaş at. Təşəkkür edirəm. O qalsın atma. Təşəkkür edirəm. Üstündəkiler. Sos. Bunu içəri doğru qat da yeməyin üstünə vursan bəs yeməyin üstü təzə batırır. Afiyet olsun. Və burada yeməklərimi yeyirəm yavaş-yavaş. Damla mənim qucağımda, Dəniz də Raminin qucağındaydı. Çünki Damla uçağa minəndə çox ağladı. Mən də onu yedizdirdim. Çaşqı yedizdirməyəydim. Elə bir səhvə yol verdim. Yəni heç kimə məsləhət görmürəm ki, samolyota minən kimi uşağa yemək versinlər. Çünki Damla yuxudaydı. Ayıldı, samolyot qalxanda ayılandı, ayılan kimi qusdu. Üstünü, başını, mənim üstümü, başımı zadım, hamımızı batırdı. Düzdür, onun əynini dəyişdim, öz əynimi dəyişdirə bilməsəm də. Amma yenə də bütün yolculuq boyunca qusmağa davam elədi, heyf ki. Yəni, ona görə mənim elədiyim səhvi eləməməyə çalışın və uşağa qalxanda verməyin yemək. Burada da yeməkləri göstərirəm. Mən makaron toyuq götürmüşdüm. Yanında balaca bir salat, balaca bir şirniyat, balaca bir pendir vardı və kofe götürdüm ki, daha belə enerji versin mənə. Yeməklər pis deyildi. Yəni mən bəyəndim, Ramin bəyənmədi. Dedi heç qəşəng deyil, amma mənim üçün pis deyildi. Mən bəyəndim. Salatı zadı hər şey yaxşı idi. Kələmli bir salat eləmişdilər. Şirniyatı da belə pudingli, üstünə piçeyni tökən kimi bir salat idi. Yeməyimiz bu qədərdir. Bu arada Kərim də ki, düyü üstünə toyuq langeti götürmüşdü. Amma Kərim onu tavuk pilav zannedib almışdı. Yeyə bilmədi uşaq onu. Ona görə o heç yeməyə əl vurmadı. Kərimin yeməyi olduğu kimi qaldı. Və biz Bakıya düşdük. Nəhayət. 8 il yarımdan sonra ilk dəfədir Bakıya geri qayıdırıq. Və mən burada biraz mənim üçün qəribə idi ki, ayaq bastıq vətənə. Çünki Ramin heç olmasa bir dəfə gəlmişdi. Mən heç gəlməmişdim. Gerçi Raminin də gəlməyi sayılmaz. Çünki o da 2019'da gəlmişdi. Amma yenə də olsun mən heç gəlməmişdim. Mənim üçün çox qəribədir. Və uşaqlarımla gedəndə sadəcə Kərim var idi. İndi isə əlavə 2 dənə də daha uşağım var. Onlarla bir yerdə qayıtmaq çox qəribə bir hiss idi. Xoş gəldik. İlk defa ailecek diyafet. Onlara Wi-Fi tapmaq lazımdır. Aynen. Wi-Fi tapmak lazım. Wi-Fi telefon tam.
Maşın gələcək də dalmışsa, heç birimizdən rəmz qalacaq. Burada videonu Ramin'in dostlarının qızları çəkir. Ramin bizdən qabaqda gedir. Neçə ildən sonra dostu ilə görüşüb sağ olsunlar bizi qarşılamaya gəlmişlər. Hətta nə yoldaşına, nə də uşaqlarının gələcəyini mən bilmirdim. Ona görə mənim üçün çox böyük sürpriz oldu. Hətta öz ailəmimdə gəlirəm orada, görsənirəm ki, öz ailəmimdə gəlirəm. Birdən-birə görürəm ki, məni qarşılayırlar və əllərində çiçəklərlə çox xoşbəxt oluram. Heç belə qarşılama gözləmirdim. Ona görə mənim üçün çox böyük bir sevinc olur. Bu arada ailəmizdən heç kimin gələcəyimizdən xəbəri yoxdur. Çünki heç kimə deməmişik, sürpriz elib hamının qapını bir anda döyməyə başlayırıq. Amma onları videoda göstərmirəm sizə. Çünki video çəkilməyi sevən var, sevməyən var. Onlar sadəcə video olaraq bizdə xatirə qaldılar. Ne gece çamadan götürüp gedir. Çəkilin qabağımdan uşağı göstərəcəyəm. Çamadan boydadır.